Mən bu günləri sizə elə bir mənzil təqdim edəcəm ki, bu mənzilin ikincisi yoxdur. Bir dənədir Xırdalanda. Bu mənzildən qətiyyən yoxdur. Bu təmirdən də yoxdur. Qanuni 4 otaq, ipoteka yararlı, 168 kvadrat, ideal təmir, yerlər isti döşəmə, mərtəbə, orta mərtəbə, prospekt yolunun kənarı. Hər birinizi salamlayıram. Hər vaxtınız xeyirli olsun. Evin əsas giriş hissəsindən başladıq təqdimatı. Bir dənə furqon fırlan. Göstər hər yeri. Bura evin dəhlizidir. Möhtəşəm 4 otaq, qanuni 4 otaq. Dərəcəli zat deyil. Burada evin ayaqqabısı, asma tavan, datma tavan hamısı mövcuddur. Burada evin hamam otağı, qanuni 4 otaq, sənəd, kupça, ipoteka yararlı. Daha nə olsun? Yəni, sual yaranır. Daha nə olsun? Burada yerləşir evin mətbəx hissəsi. Möhtəşəm membrandan mətbəx mebeli, qazı, aspiratoru, moykası hamısı hazır vəziyyətdə. Burada soyucunun yeridir. Keçirik buradan balkon hissəsinə. Videoya axıra qədər baxın. Geniş balkon, balkondan göstər. Xırdalan şəhəri əsas prospekt yolunun kənarı. Heç bir bina da bu evin qarşısını kəsmir. Heç bir bina kəsmir ha. Sənə möhtəşəm 4 otaq tapmışam ki, yəni satışda retki belə evlər olur. Dəhliz hissəsi bitmədi. Bax. Dəhlizdə bu gördüyünüz 4 dənə qapı, hər biri otaqların qapısıdır. Buradan daxil olduq evin uşaq yataq otağına. Belə bir geniş, səliqəli uşaq yataq otağı var. Hər otaqda atıran şunurlar, kondisionerin və əlavə işıqların şunurlarıdır. Üzbə-üzdə bizi burada qarşılayır evin ikinci yataq otağı. Bu otağın da özünün müstəqil bir pəncərəsi var. Keçirik evin, deməli, üçüncü yataq otağı. Geniş, səliqəli. Ev skvazno ev, yəni yer çəkən binanın önünün arxasına baxışı var. Burada da bir dənə balkona baxın, yəni sonra söhbət edək. Bax. Balkona bax. Sadəcə izlə. Burada da balkonda yerlər qoyulub ki, istəsəz bura moyka qoya bilərsiniz, nə bilim, istəsəz paltaryon qoya bilərsiniz, mətbəx kimi də istifadə edə bilərsiniz. Böyük ailələrin seçimi budur. Bir dənə dəhlizin gözəlliyini yenidən göstər və mən sizin qarşınızda belə bir möhtəşəm qonaq otağı ilə çıxış edirəm. Evin qonaq otağı möhtəşəm bir təmir. Yer çəkən mənzil 168 kvadrat, 208 min manat. Real alıcı